Hər birinizi xoş gördük əziz şagirdlər. Bir dəyişənli xətti tənliklər artıq belə bir maraqlı sualın həllinə baxaq. Bizə deməli bir tənlik verir. Bu tənliyin sonsuz sayda kökü olarsa, n plus n-də 7 n ifadəsinin qiymətini bizdən soruşur. Burada bilməli olduğumuz əsas məqam nədir? Xətti tənliyin nə zaman sonsuz sayda həlli var? Ümumi halda bilirik ki, xətti tənlik ax bərabərdir b formasında yazılır. X-i buradan biz tapası olsaq, b bölək a. B də bərabər sıfıra, A da bərabər sıfır olduqda biz deyəcəyik ki, xətti tənliyin sonsuz sayda həlli var. Biz bu şərt daxilinə verilən misalı həll edə bilərik. Deməli yazaq, əvvəlcə misalını götürək. Üstəgəl 7 bərabərdir 2 çıx n kvadratı x üstəgəl 7x. Biz buradan x-i tapmalıyıqsa, x olan ifadənin hamısını bir tərəfə keçirək bərabərliyin. Deməli, n kvadrat x-i keçirək, üstəgəl n kvadrat x, 7x-də keçirsək, çıxaq 7x. Bərabərdir. 2 olduğu kimi qalır, 7-ni də bu tərəfə keçirsə olsa, çıxaq 7. X-i tapmaq üçün nə etməliyik? X-i mötərizə xaricində çıxardaq, nə qalacaq? M kvadratı üstəgəl n kvadratı çıxaq 7. Bərabərdir 2m çıxaq 7-yə. Bu bizdə nəyə bərabərdir? AX-dir də tənliyimiz bizim. Bu A-dır, bu da B-dir. Biz bunun hər ikisini sıfıra bərabər etməliyik ki, tənliyin sonsuz sayda həll olsun. Onu da yazıram. N kvadratı çıxaq 7 bərabər sıfıra. M kvadratı üstəgəl n kvadratı bərabərdir 7-yə. Eyni zamanda 2m çıxaq 7 bərabərdir sıfıra. 2m bərabərdir 7-yə. Baxıram ki, m kvadrat üstəgəl n kvadrat da 7-dir. 2m də 7-dir. Deməli, belə çıxır ki, onlar bir-birinə bərabərdir. Bərabərdir 2m n-ə. M kvadratı üstəgəl n kvadratı çıxaq 2m bərabərdir sıfıra. 2 versəz, bu da m çıx n-in mötərizədə kvadratı bərabərdir sıfıra. Buradan da alınır ki, m çıxaq n bərabərdir sıfıra. Yəni, m bərabərdir n-ə. Bu bərabərliyi alandan sonra bizdən 7n bölək m plus n ifadəsinin qiymətini soruşurdusa, 7n, m-in də yerinə n yazsam, m plus n. Buraya 7n bölək 2n, n-lər də ixtisar getsə, bərabər eləyəcək 3 tam onda 5-ə. Deməli, verilən misalın cavabı 3 tam onda 5-dir. Diqqətiniz üçün təşəkkürlər.